arxa plan şəklini və yaxud da ki, rəngini etiket içərisində başlanğıc nöqtəsini təyin etmək üçün background origin xüsusiyyətindən istifadə olunur. Keçən dərsimizdə background clip text verdiyim zaman sadəcə background color'dan istifadə etmişdim. Bunu image olaraq da yaza bilərik. Tutalım ki, background image URL image folder altında image 1 verdiyim zaman baxın bu image 1'in hal-hazırdakı rəngi bu şəkildədir və arxa plan rəngi də bu şəkildə görünmüş olacaqdır. İndi bunları silirəm. Background image qalsın bu şəkildə. Background image'imiz hal-hazırda təkrarlanır. Gəlib burada background repeat, no repeat yazıram. Bu görünüşdə gəldi. Konteynerimizə vid verək. Vid olaraq 300 piksel olsun. Hündürlük olaraq 200 piksel olsun. Bunu bir balacalaşdıraq və bu şəkildə görünsün. İndi background originin 3 dəyəri vardır. Birinci dəyər background origin border box'dır. Border box yazdığım zaman yenə border'dan başlayaraq content'ə qədər bütün sahəni əhatə etmiş olur. Mən gəlib padding box yazdığım zaman yalnız padding və content hissəni əhatə etmiş oldu. Digər borderlarda bu şəkildə əhatə edib. Bu da background originin bu şəkildə gəlmiş formasıdır. Və son olaraq da content box yazdığım zaman isə bu da content hissədən başladı və bu şəkildə border'ı əhatə etmiş oldu. Background origin xüsusiyyətindən çox zaman istifadə olunmur. İstifadə olunduğu zamanları mən növbəti dərsimizdə sizə göstərəcəm. Misal elə ola bilər ki, background color və yaxud da ki, background image borderların bir qismini əhatə etsin. Tutalım ki, soldan və sağdan əhatə etsin və yuxarıdan və aşağıdan borderları əhatə etməsin. O zaman gəlib burada border box yazırıq background origin olaraq və bu şəkildə bütün borderları da əhatə etmiş oldu və belə də pis bir görünüş vermədi. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.